Salam, hər vaxtınız xeyir olsun. Bugün mən sizə müxtəlif ədədlərdən təqribi kök çıxarmaq üsulunu göstərəcəm. Deməli, bizdə bilirik ki, kök altında 64-dən 8 çıxır. Kök altında 100-dən 10 çıxır. Sonra kök altında 81-dən 9 çıxır. Bunlar tam köklərdir, düzdür? Amma bəzi kök altı ifadələr var ki, onlardan tam kök çıxarmaq mümkün deyil. Biz onlardan təxmini kök çıxara bilərik. Və bunun üçün bir düstur var. Bu düstur belədir. Kök altında A üstə gəlinsin, B bölünsün, 2 kök altında A. Bu düsturdan istifadə edərək istənilən ədəddən təxmini kök almaq mümkündür. Məsələn, indi bir neçə dənə nümunə göstərəcəm buna aid. Məsələn, kök altında 136. Əvvəlcə biz bu kök altında 136-nı 2 ədədin cəmi şəklində göstəririk. Və bu 2 ədəd elə göstəririk ki, onlardan biri tam kvadrat kök ala bilsin. Və bu ədədə ən yaxın olsun. 136-ya ən yaxın kök altı ifadə 121-dir. Qalan qalığı da üzərinə gəlirəm. 15. Cəmi elədi 136. Parçaladım. 136-ya ən yaxın olan kvadratla geri qalan sayı cəmi şəklində. 121 olur mənim A, 15 isə olur mənim B-im. Deməli, indi başlayaq düsturda tətbiq eləməyə. Deməli, 121 A-dır, 15 də B-dir. Onda olacaq kök altında 121, üstə gəlsin. B bölünsün 2, yəni B-nin yerinə mən 15 yazmalıyam. Bölünsün 2 vur, kök altında 121. Bərabərdir. 121-dən 11 çıxır. Üstə gəlsin. 15 böl 2 vur 11. Bu da bərabərdir. 11 üstə gəlsin. 15 böl 22. Bu ifadənin təxmini, yəni bölünmə qiyməti 0,68-dir. Onda bu ifadədən təxmini kök çıxır. 11,68. Deməli, 136-dan, kök altında 136-dan təxmini 11,68 çıxır. Daha başqa bir nümunə yazıram. Məsələn, kök altında 96. Bərabərdir. Yenə buna ən yaxın tam kvadratla və qalığın cəmi şəklində göstərəcəm. Ən yaxın tam kvadrat 81. Üstə gəl 15. Yenə A 81, B 15. Onda olacaq kök altında 81, üstə gəl 15 böl 2 vur, kök altında 81. Bu da bərabərdir 9 üstə gəl, yəni bunlardan kök alırıq 81-lərdən. Üstə gəl 15 böl 2 kök altında 81-dən də 9 çıxır. Vur 9. Bərabərdir 9 üstə gəl 15 böl 18. 15 böl 18-in təxmini qiyməti, təxmini deyəndə, yəni onluq kəsirlə qiyməti 0,83 götürülür və o zaman buradan təxmini kök çıxır 9,83. Deməli, kök altında 96-dan 9,83 kökünü təxmini çıxarmaq olar. Bir dənə də nümunə yazım. Kök altında 160. Kök altında 160-a ən yaxın kvadrat 144-dür. Ona görə yazıram 144, üstə gəl 16. 144 olur A, 16 olur B. Bu zaman kök altında 144, üstə gəl 16 bölünsün 2 vur, kök altında 144. Bərabərdir 12, üstə gəl 16 bölünsün 2 vur 12. Burada hətta ixtisar da apara bilərəm mən. 4-ə ixtisar aparsam 4. Burada da 3 qalır. Deməli, olacaq 12 üstə gəl 4 bölünsün 6. 4 bölünsün 6-nın onluq kəsirlə ifadəsi 0,66 edir. Onda təxmini kök olur 12,66. Deməli, kök altında 160-dan təxmini kök çıxır 12,66. Bax, bu düsturla istənilən ədəddən təqribi kök çıxarmaq mümkündür. Düsturumuz isə yenə də xatırladıram. Kök altında A, üstə gəl B bölünsün 2 kök altında A. Bu qədər, sağ olun.